Kənddə yaşayırsansa, işlər günlük olmaqla yanaşı həftəlik və aylıq da olur. Birinci toyuq yaranıb yoxsa yumurta sualına cavabı siz verin, mən də onların evini eşini səlqə səhmana salım. Onda elə çıxır ki, birinci toyuq yaranıb, hə? Toyuq olmasa yumurta hardan olacaq? Bəs yumurta olmasa toyuq hardan olacaq? Sizi bilmirəm, mən həftədə bir dəfə bu işi görürəm. Bu dəfə köklü dəyişiklik etmək qərarına gəldim. İlk öncə hində nə var nə yox, hamısını çölə çıxarmağa başladım. Hətta itmiş və biraz yararsız hala düşmüş manqalımı da buradan tapdım. Amma bilmədim ki, manqalla toyuqların nə işi. Gördüyünüz kimi nə qədər artıq şey var, hamısını çölə çıxartdım. Sonrasında başladım hini hər tərəfli yaxşıca süpürməyə. Bütün hər bir hissəni süpürdükdən sonra ambara yığılan zibil qarışığını arabaya doldurdum. İçərisini səliqəyə salandan sonra toyuqlar yatan tarları, ardınca da qarğıdalı və buğda yığdığım boşqaları, yumurtlamaq üçün istifadə etdikləri qabları içəri yerləşdirməyə başladım. İşimi yekunlaşdırdıqdan sonra hinin görüntüsünü sizlərə təqdim edib sağollaşıram. Növbəti vloqlarda görüşənədək.